hər bir əskər generaldır hələ. Əlbəttə ki, biz Qarabağ şəhidlərini unuda bilmərik. Xocalı faciəsi, Yanvar faciəsi, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, Azərbaycanın bütün şəhidlərini qəriq rəhmət eləsin. Bizim generalımız Polad Haşimov 15 sentyabr, 14 sentyabr, laf belə götürsək 1905, 1906, 1918, 1933, 37, 1941, 45, Xocalı faciəsi, Yanvar faciəsi, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi, Azərbaycanın bütün şəhidlərini qəriq rəhmət eləsin. Allah Azərbaycanın şəhidlərini Kərbəla şəhidlərinə məşhur eləsin inşallah. Allah Teala bütün o şəhidlər ki, mən burada Mehdi Hüseynzadənin adını çəkdim. Bizim generalımız Polad Haşimov. Yəni ki, nümunəvi, Allah rəhmət, nümunəvi insandır. Mən Şuşada olanda, mənə bir də ondan söhbət elədilər. Çox gözəl söhbətlər var ondan. Əskərlər, dedi, bizim komandirimiz olub, bir gün gəldi, yığdı hamısını düzdü sıraya, əskərləri. Gəldi, qabaqlandı. Aramızda bir dənə əskər var idi. Ayaqqabısının ucu deşilmişdi, barmağı çıxmışdı, batinkasının. Gəldi, yandı onun qabağında, baxdı, dedi, bir attım, gəl qabağa. Gəldi qabağa, çağırdı sürücüsünü, açarı verdi ona. Dedi, aç, orada mənim batinkam var, bir cüt tezə. Dedi, yoldaş general, mən əskərəm. Bu general giymir axı, general ayaqqabısıdır. Deyib, baxdı mənə, dedi ki, hər erməni ilə vuruşan hər bir əskər generaldır hələ. Bizim beləsinə nümunəvi insanlarımız olub.